Scott biceps işləyən zaman uşaqlar əksəriyyətiniz öyrəşmişsiniz nəyə? Oturasınız, girəsiniz aparatın içinə, dərindən və ştangı götürəndən sonra belə işləməyə öyrətmişsiniz. Uşaqlar, Scott bu demək deyil. Scott sən nəyəsə diriyəsən demək deyil, dirəmək lazım deyil. Konkret olaraq, bas dirkan qaldırmışam kolunu. Öndən də göstərəcəm, böyürdən də göstərəcəm. Diqqətlən baxın. 95%'niz yanlış eləyirsiniz də, yəni bunu mən sizə deyirəm. Oturdum, bu öndən görünüş, belə olmalı. Fikir ver, qalxdım, götürdüm, oturdum. Bəli, bu qaydadır, bax. Qaldırdım, ay gətirib burada belə, bura dirəmək, saxlan, boş şeylər. Bilə içərdə, bıraxdım bura qədər. Dilləri tendon qopur, yarımçıq saxlayacaq, boş şeydir. Güya vətər qopur, vətər qopur. Yavaş-yavaş buraxırsan, qəşəng, sıxırsan. Təbii ki, sən birdən reşki, dərhal ağır çəkib qoyub istəsən, vətərin qopa bilər. Vətər öyrəşməyib, bax. İndi sizə bunu böyürdən də göstərib, da söz vermişəm sizə. Bax. Şimdi verir. Bunun böyürdən işləmə qaydası uşaqlar. İşləyəsən, baxın, xahiş edirəm, qəşəng çək. Götürdüm, oturdum. Bax, bu qaydada, qoltuq oturdum. Yavaş-yavaş bıraktım. Sıktım, yavaş-yavaş bıraktım. Kol burada dirəyir. Buradan o tarafa lazım değil. Yavaş-yavaş bıraktım. Sıktım, yavaş-yavaş bıraktım. Bak, akra şimdi. Sıktım, bıraktım. Buna girmeye lazım değil. Arkada, pas arkada. Bak, sıktım, bıraktım. Ondan sonra senin qolların istədiyin kimi uşaqlar. İstədiyiniz kimi daha doğrusu. Həcmli, yekə, görünüşlü, qəşəng matçı.